İşdən evə gələn kimi qızım dedi ki, mama qutab istəyirəm. Mənim də xəmir yoğurmağa vaxtım olmadığı üçün yenə də hazır lavaşdan hazırladım. Amma bu dəfə Belə videoların gəlməsi üçün abunə olmağı, videonu bəyənməyi unutmayın. içliyini fərqli etdim, yəni içliyinə qaymaq vurdum. Bir də ki, börək kimi yağda da qızartdım, qutab kimi də yağsız qızartdım. İçliyinə göyərtilərdən ispanaq, şüyüd, keşniş, soğan, daha sonra duz, pul biber, pendir, bir də ki qaymaq vurdum. Sizi inandırım ki, çox ləzzətli alındı. Sözün düzü, mən yağda qızartmasını daha çox xoşladım, amma qızım bu formada qutab kimi olanını xoşladı. Yağsız qızaran qutabın üzərinə də kərə yağı çəkdim. Hər ikisinin dadı əla idi. Mütləq siz də bu qayda ilə hazırlayın. İnanıram ki, bəyənəcəksiniz. Əsasən də işləyən və vaxtı olmayan xanımlar üçün ideal bir qutab və yaxud da ki, börək deyək alınır. Hazırlayan hər kəsə də nuş olsun deyirəm. Hələlik Allaha əmanət olun.